Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Hər vaxtınız xeyirli olsun, əziz dəyərli izləyicilər, dinləyicilər, əziz dəyərli möminlər. Və insan və cəmiyyət mövzusuna qaldığımız yerdən davam edirik. Son mövzumuzda bir sıra nəticələr aldıq. Nəticələrimiz nə idi? Ey insan, sən özünü islah etməlisən. Niyə? Çünki adi yaşamdan ali yaşama keçə biləsən. Bəs bu mənim nəyimə lazımdır? Sual ortaya çıxır. Çünki sən xoşbəxt olmalısan, aram yaşamalısan. Və bu aram yaşamaq, xoşbəxt yaşamaq üçün isə kimə ehtiyacın var? Allaha ehtiyacın var. Allah da sənin üçün nə göndərib? Yaşam xəritəsi göndərib. İslamı göndərib. Onun qaydalarına uysan, həm nəfsini təskiyə edərsən, paklayarsan, islah edərsən. Həm də adi yaşamazsan, ali yaşayarsan. Bəs nəfsimi islah elədim, bitdi? Yox. Cəmiyyətin də islahında rol oynamalısan. Cəmiyyət də bizə lazımdır. İndi sual ortaya çıxır. Cəmiyyətin niyə islahında rol oynayır? Çünki cəmiyyət islah olmasa, düzəlməsə, yaxşı bir cəmiyyət olmasa, sən öz vəzifələrini icra edə bilməyəcəksən. Bəli, bu belədir. Bu qısa konkret olaraq baxın nöqtədir. Özünüzü islah edin, cəmiyyəti islah edin. Bəli, İslam bunu deyir. İslam bunu deyir. İslam nə deyir? Quran-ı Kərimdə ayə: "Sümmə səfəhu və nəfəxə fihi min ruhi." Sonra onu şəkilə saldı və ona öz ruhundan üfürdü. Yəni ey insan, sənin tək bioloji tərəfin yox da. Sənin bir də ruhi tərəfin var. Sənin maddi tərəfin var, bəli. Onu qidalandırmalısan, içməlisən, yeməlisən, amma halaldan. Halaldan, haram yox. 10 qəpik də olsa haram haramdır. Haram qaçsın, bəli, zərbəsini də görəcəksən. Zərbəsini də görəcəksən. Həm bu yaşamda, həm ruhuna təsir eləyəcək, həm də ki axirətinə təsir eləyəcək. Gördün? Bir dəfə haram yedin, gör nələrə təsir eləyir. Qəza-və qədərə təsir göstərir, ruhuna təsir göstərir, axirətinə təsir göstərir. Amma ki, sənin ruh tərəfində var ha. Yəni, bəli, sən bədən tərəfini qidalandır, amma ruh tərəfində var, ruhunun da qidasını ver. Ruhunun qidası nədir? Namazdır, orucdur, Allahla rabitədir, hər bir işdə Allahı görməkdir, elmlənməkdir, o elmi praktikada istifadə eləməkdir. Bax, ruhun qidası bunlardır. Xeyir əməldir. Hər birimiz yəqin ki, Adəm əleyhissalamın hekayəsinə baxmışıq, oxumuşuq Bəqərə surəsində və digər surələr. Orada, baxın, mövzu adam mövzusudur, insan mövzusudur, insanlıq mövzusudur. Orada gördüyünüz, baxın, bir insanın yaşamıdır elə bil. Ey insan, sən nəyə görə yaranmısan? Xəlifətullah olasan deyə. Ey insan, Allah səni cənnətə yerləşdirir. Allahla rabitə qursan, Allahla danışsan, la ilahə illallah qalasına sığınsan, elə sən bir növ, belə deyək də, xoşbəxtsən. Amma ki, qorx o şeytandan ki, çıxartmasın səni buradan. Yaxşı, çıxartmasın. Necə ki, Adəm Peyğəmbəri çıxar. Bəli, orada mövzu adamdır, insanlıqdır. Amma ki, misal kimin üzərindədir? Adəm əleyhissalam. Neynədir? Halbuki günah etmədi ha, buna izah vermişik. Allah onun üçün müəyyən qayda qoydu ki, bunu etmə. Buna izah vermişik ki, oradakı o məsələ günah məsələsi də deyildi, tam da bir günah deyildi. Amma şeytan neynədi? Azdırdı. Ey insan, agah ol, düşmənin var sənin. O şeytandır. Belə deyil, onun buynuzu var, quyruğu var. Məsələ bu deyil. Şeytan məsələsi insanlardan da var, cinlərdən də var. Qorx o insanlardan ki, səni azdırır. Səni harama dəvət eləyir. Harama məcbur qoyur ki, sən haram eləyəsən. Etmə, Allaha sığın. Allaha sığın.
və qurtuluş da elə bundadır. Qəd əfləhə mən zəkkahə. Nəfsini təzkiyə edən, arındıran şəxs nicat tapıb. Bəli, kamil insan elə olmaq nəfsin islahıdır. Amma bir pillə də yuxarı. وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَهْدُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنكَرِ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ. İçərinizdə yaxşılığa çağıran, xeyirli işləri görməyi əmr edən, pis əməlləri qadağan edən bir zümrə olsun. Bunlar həqiqətən nicat tapmış şəxslərdir. Uləykə humul muflihun. Həqiqətən nicat tapmış şəxslər. Bəli, özünü islah elə, gəl də cəmiyyətin islahında rol oyna. Elə deyil ki, mən özümü islah eləyəcəm, özümü də mağarada islah eləyəcəm. Nə mənada mağara? Cəmiyyətdən təcrid olunacaq. Bəziləri belə düşünür, axı dinə daxil oldunsa cəmiyyətdən təcrid olmalısan. Belə deyil əzizim. Baxın peyğəmbərlərin həyatına. Oxuyun, bunlar çox önəmlidir. Vallah çox önəmlidir. Və mən məsləhət görürəm, peyğəmbərlərin həyatına müraciət edin. Məsumların həyatına müraciət edin, onları oxuyun. Bu bizə lazımdır ha. Çətinliklərdə görün necə dayanıblar, necə səbr ediblər. Halbuki o çətinliklərin 1% bizim üzərimizdə yoxdur. Var, gəlin açıq danışaq da yoxdur. Yoxdur. Peyğəmbərlər bütpərəst bir cəmiyyətdə belə deyək də gəlib. Gəlib hər tərəf bütpərəst. İndi gəl bunları islah elə. Vay vay, gör necə çətindir. Peyğəmbərimizə nə qədər əziyyətlər verir. Peyğəmbərimizə siz də mənə bağışlayın. Məcnun dedilər. Gətirdiyinə sehir dedilər. Ona göndərilənə də, yəni Quran-Kərimə. Dedilər sehirdir o. Özünə dedilər sehirbazdır bu. Nə qədər zülmlər. Neçə peyğəmbərləri öldürdülər. Amma ki, onlar neynədi? Bu cəmiyyətin islahı üçün rol oynadılar. Baxın, o öldürənlərin adı, belə deyək də, tarixdə yoxdur demək olar ki. Bəzilərinki var, onlara da lənət oxunur. Həm Allah, həm mələklər, həm insanlıq lənət oxuyur o kəslərə. Peyğəmbərləri öldürən. Onlara, belə deyək, onlara qarşı asi olanlar. Amma ki, peyğəmbərlərin adı həmişə var. Həmişə var. Qiyamətə qədər var. Bəli, bu Quran qiyamətə qədər bizim əlimizdə. İstifadə edək, oxuyaq. Bəzən insan bir çətinliyə düşür, deyir ki, mən neyniyim? İlahi, mənə bir yol göstər, İlahi, mənə bir yol göstər. Əzizim, aç Quranı oxu da. Ondan gözəl yol. Elə bu yoldur da. Günə bir səhifə oxusan, tamamilə həyatın dəyişəcək. İndi bəziləri deyə bilər ki, ərəbcə oxuya bilmirəm. Əla, oxuya bilmirsən, oxuya bilmirsən də, öyrən. Öyrənə bilmirsən, tutaq ki, vaxtın yoxdur, nə bilim, yaş imkan vermir, yaddaş imkan vermir, təfsir oxu. Təfsir oxu. Çünki tərcümə ilə bir yerə gedib çıxa bilməyəcəksən. Çünki tərcümə, belə deyək də, sən elə bir ayəni əlində bayraq eləyəcəksən, digər ayə qalacaq. Onda digər ayə sual altına gedir. Belədir məsələ, yox. Təfsir oxuyun, əzizlər, təfsir oxuyun. Və önəmli bir mövzudur. Rəbbə doğru pərvaz etmək üçün qəlbini bağlardan qoparmalısın. Hardan bilim mən nələrə bağlanmışam? Sualdır. Bax namaza. Namaz ən gözəl göstəricidir. Əgər pərakəndə yaşayırsansa, namazın da pərakəndədir. Neynirsən? Fikrini bir nöqtəyə cəmləyə bilmirsən. Çətin olur. Yaxşı. O bağlardan özünü qopar. O bağlardan özünü qopar ki, ucala biləsən. Deyilmir, hər şeyi tərk elə, gir mağaranın içinə, elə bir şeydən söhbət getmir. Qəlbini qopar, əzizim. Bir nəfərlə dostluq eləyirsən, Allaha görə dostluq et. Bir nəfərlə düşmənsənsə, Allaha görə düşmən ol.
Allah, Allah, bütün situasiyalarda Allahı gör. Niyə sənin özünə xeyir? Bax, bunu başa düş. Bunu başa düş. Bəs bir sual verə bilərsiniz ki, və haqlısınız da ki, sən ki bu qədər danışdın, ötən mövzuda danışdın, bizə bir yol göstər də, bəs yaxşı, bunun praktiki bir yolu varmı? Ötən mövzuda dedim, indi biraz üstündə işləyək bunu. Nə dedim? Dedim ki, bir şəxs özünü mühasibə etməsə, Allahla əhd-peymana bağlamasa və özünə müraqibət etməsə, müraqibə deyirlər ona, müraqibət. Özünə nəzarət eləməsə, yəni nə olar? Ucala bilməz. Nəfsini islah edə bilməz. Hətta Əhl-i-Beytdə olan hədislərdə, məsumlarda olan hədislərdə nə deyilir? Deyilir ki, bunu etməyən bizdən deyil. Çox vacib bir əməl. Çox vacib bir əməl. Yenə də biraz da bunun üstündə işləyək. Əzizim, ucalmaq istəyirsən, birinci özünü analiz elə. O 3 dənə dediyim şərti indi açıram mən. Özünü analiz elə. Ola bilər ki, səhvlərin var. Onsuz da olacaq. Sən axı nəfsini islah eləmək istəyirsən. Sən ideal bir insan deyilsən. Özünü düzəltməlisən. Bəli. Ona görə də səhvini boynuna al. Bax, məsələ burdan keçir. Bəzən insan öz səhvini boynuna ala bilmir. Səhvini boynuna al, gəl Rəbbinin hüzuruna nə denən? Denən ki, biz özümüzə zülm etmişik. Əgər bizi bağışlamasan, rəhm etməsən, biz şübhəsiz ki, ziyanı uğrayanlardan olarıq. Allah Təala nə deyir? Deyir, mən bağışlayanam, mehribanam, rəhimliyəm, tövbələri qəbul edənəm. Etmisən də səhv deyirəm. Gəl, tövbə elə, mən səni bağışlayım. Və tövbəni də tələsirlə. Ötən mövzuda dedim, 50-60 yaşın gözləmə. Bu gün. Bu gün də əlində fürsət. 1 dəqiqə də əlində fürsət. Bəlkə tövbə eləyəsən, elə 10 dəqiqədən sonra dünyanı dəyişərsən. Tövbə et, get bu həyatdan. Möhkəm niyyətin olsun. Səhvini başa düşdün, tövbə elədin, niyyətin möhkəm olsun. Allahu Əkbər deyirik namazda, yəni bütün bağlardan qopuram, bağlanıram sənə. Bağlanıram sənə. Ey insan, növbəti bir məsələ də var. Elə bununla məsələ bitdi. Yox, özünə nəzarət eləməlisən. Və özünə nəzarətin də əsas məsələsi elə budur ki, bax gör hansı mühitdəsən. Misal üçün hədislərdə var ki, birini tanımaq istəyirsənsə, bax dostlarına. Bax gör dostları necədir? Dindardır, yoxsa içki içən tayfadandır, belə deyim. Necədirlər? Bax, həmin adam da elədir. Həmin adam da elədir. Ona görə bax dostlarına, dostları necədir bu şəxsin. Düzgün insanlarla dost olmaq lazımdır. Furqan surəsində əziz Allahımız o şəxslər ki, qiyamət günü deyəcəklər, vay halıma, çaş ki, filan kəslə dost olmayaydı. Deyir ki, Furqan surəsinin 27-ci ayəsində, hər gün zalım kimsə əlini dişləyərək deyəcəkdir. Çaş ki, mən Peyğəmbərlə eyni yolu tutaydım. İndi bəzilər sual verər ki, axı Peyğəmbər yoxdur. Yəni, indi hal-hazırda yoxdur da. Axı, məsum imamımız var. O imam ki, elə Peyğəmbər nəslindən. Peyğəmbərin elmini daşıyır. Bax, bizim ona ehtiyacımız var. Çoxlu hədislər var, bizim əməllərimiz ona təqdim olunur, bəli, təqdim edirlər ona. Həftənin müəyyən günlər var ki, təqdim olunur ona. Ağa üçün çox çətindir, əlbəttə, bizim o əməllərimizi görür, bu günahlarımızı görür. Nə qədər göz yaşı tökür, nə qədər çətindir onun üçün. Çox çətindir. Peyğəmbərdən bir hədis var. Peyğəmbərimiz deyir ki, 4 şey insanın qəlbini öldürər. Ya Rəsulullah, nədir bu 4 şey? Bir nəfər günahı təkrar eləsə, ölülərlə oturub dursa və s. Ölülərlə oturub durmaq nə deməkdir? Ya Rəsulullah, bir ölülərlə oturub durmaq var dövlətə məst olmuş sərvət sahibləri ilə, yəni oturub durmaq.
Bir var, bir şəxsin var-dövləti var. İslam demir ki, var-dövləti üzr olmaz. Amma məst olmayın. Adam var ki, 10 qəpiyi var, dünyaya məst deyil. Adam var ki, 1 milyonu var, dünyaya məst deyil. Məst olan şəxslər uçuruma aparacaq əlbəttə ki də. Yaxşı, mühitimizi düzəltdik. Səhvimi başa düşdüm, mühitimi düzəltdim. Tövbəmi də yəni eləmişəm də, səhvimi başa düşmüşəm, tövbəmi eləmişəm, mühitimi də düzəldirəm. Hə, indi burada bir məsələ də var. Bax gör o dostlarını düzəldə bilirsən. İslah edə bilsənsə islah et. Bəzən insan deyir ki, islah eləyəcəm, özü də uçuruma düşür. Bir şəxs var, deyirdi ki, narkoman yerinə çətin bir şeydir. Qoy mən də elə narkotik çəkim, özüm buraxacam. Axırda özü pis günə düşdü. Yəni deyir o çətin bir şey deyil də, yəni onu buraxmaq. Axırda özü pis günə düşdü. Aludəçiliyin, yəni yüksək hədlərini yaşayır. Yəni ehtiyac deyil axı biz belə deyək də uçurumun yəni elə kənarı ilə gedək. Bacara bilirsənsə dostlarını islah elə. Yox əgər bacara bilmirsənsə, çəkil, dayan qıraqda, heç olmasa bataqlıqdan özünü çıxart. Birinci özünü çıxart, güc topla, möhkəm ol, ondan sonra işə başla. Və bunu da yadında saxla ki, hər bir şey bir gecədə olmayacaq. Quran-Kərim nə deyir? Yə əyyuhəl-ləzīnə əmənustaînu bis-səbr vəs-səlah, innəllâhə məəs-sabirin. Ey iman gətirənlər, ya əyyuhəl-ləzīnə əmənu. Səbir və namazdan kömək alan. Allah səbr edənlərlədir. Allah Taala səbr edənlərlədir. Sən ki təvəkkülün Allahadır, səbirlisən və boynuna düşən vəzifələri icra edirsən, elə Allah sənin. Bundan gözəl var, bundan gözəl ayə var. İstəmirsən Allah səndən razı olsun. Bax, bu ayədir. Sonra nə edim? Hərəkət edirəm, addım atıram. Həm də ki, biliklənməlisən. Təfəkkür etməlisən. Elmlənməlisən. Cahil olub bir yerə çatmaq olmuyor. Elə mən bilirəm, bununla olur. Quranı oxu, təfsirlər oxu, dini elmlər öyrən. İndi gündə də müəyyən saata 1 saat ayır. Qurana 1 saat bax. Elmlər öyrən, təfəkkür elə. Özünə xeyirdir. Elmlənsən, bəsirətin də açılar. Haqla nahaqqı ayıra bilərsən. Yaxşı. Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Baxın, Quran ayəsidir. Heç bilənlərlə bilməyənlər eyni ola bilərmi? Yəni bizə alim olmaq lazımdır. Ancaq ibadət. Bununla da bir yerə gedib çıxa bilməyəcək. Elm də lazımdır, ibadət də lazımdır. Elmlənməlisən. Hətta baxın bir hekayə də danışım inşallah ki, yavaş-yavaş yekunlaşdıracam. Deməli İmam Əli əleyhissalamla dostu, bir dənə adına baxım. Kumeyl ibn Ziyad. Bərabər deyir yolla gedirlər, gecə vaxtı olur. Deməli yolla gedəndə görürlər, eşidirlər ki, bir kəs ağlayır. Yəni namaz qılır, ağlayır, ya da ki, Quran-Kərim oxuyub ağlayırdı. Kumeyl ibn Ziyad, yəni belə deyək də, qibtə etdi həmin şəxsə. İmam Əli əleyhissalam nə dedi? Dedi ki, mən sənə onun barəsində məlumat verəcəm. Xəbər deyəcəm. Yaxşı. Elə ki, Nəhrəvan döyüşü oldu. İmam Əli əleyhissalama qarşı döyüşənlərdən biri də həmin o adam. O ağlayan adam, gecələri ağlayan adam. Bax, görürsən. Şeytan da 6000 il ibadət edib, itaət edib. Sonu nə oldu? Gəldi təkəbbürlük etdi. Bəli, insan elmlənməlidir. Allahdan da kömək istəməlidir ki, ilahi mən haqla nahaqqı ayıra bilim. İlahi axirətimi yandırmayım, dünyamı yandırmayım. Möminlərin xüsusiyyəti budur ki, həm dünya xoşbəxtliyini istəyir, həm axirət xoşbəxtliyini. İkisini də istəyir ha. İkisini də. Və yorulma. İşə başlamadan da demə ki, mən də alınmayacam. Belə bir şey demə. Bunu həm psixologiya deyir, həm də dinimiz də deyir ki,
Sən zehninə bir fikir gətirmisən, onun da əsası yoxdur ha. Ona da inanırsan. Bu sənin problemin. Deyirsən məndə alınmayacaq. Bir başla da yol. Bir başla yola, bir bismillaha əməl et, geri qalan gələcək. Mən deyirəm, mən öz həyatımdan deyirəm, öz həyatımdan misaldır ki, mən namaz qılmağa başlayanda, baxın bir dənə kitabım var idi, namaz qılmağı da bacarmırdım, uşaq idim. Hardasa 9-10 yaşım var idi. O kitabı başdan axıra oxuyurdum. Əlbəttə çətin idi. Sonra yavaş-yavaş tanışlarım oldu, onlardan öyrəndim, elmləndim. Əlhəmdülillah, həmd olsun Allaha. Sən biraz əməl elə, Allah kömək eləyər. Hər işdə belədir. Əvvəli çətin ola bilər, sonrası gələcək. Narahat olma. Deməli, nəticə aldıq. Nəticələrimiz bu oldu. Öz səhvlərini gör, özünü analiz et, tövbə et. Tövbə edəndən sonra neynə? Ya Allah, başladın yola. Özünə xas proqram cız, plan cız. Həm elmə vaxt ayır, gündə 1 saat. 1 saat ayır elmə vaxt. 1 saat elə böyük bir şey deyil, böyük vaxt deyil. TikTokda gəzmə, gəl 1 saat elmə ayır. Sonra neynə? Mühitini düzəlt. Mühitini düzəlt. Allahdan kömək istə, ya Allah. Başladı nə? Düzələcək hər şey. Narahat olma. Həm özün islah olacaqsan, həm cəmiyyətin islahında rol oynayacaqsan. Əlhəmdülillahi Rabbil aləmin. Bugünkü mövzumuz bu qədər. Təşəkkür edirəm. Sağ olun, salamat qalın.